Naxçıvanda 1926-cı ildən bəri fəaliyyət göstərən telefon rabitəsinin yaradılmasından tam 100 il ötür. Bununla bağlı tədbir keçirilib. Bir əsrlik isə Naxçıvanda telefon rabitəsinin 100 illiyi adlı tədbirin iştirakçıları ümumilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Naxçıvan Dövlət Texniki Kollecində davam edən tədbirdə dövlət qurumlarının rəhbərləri, rabitə sahəsinin əməkdaşları və rəqəmsal könüllülər iştirak ediblər. Əvvəlcə Naxçıvanda telefon rabitəsinin yaranması və inkişaf tarixini əks etdirən 1926-cı ildən bu gün adlı videoşərh nümayiş olunub. İnsanların bir-biri ilə məlumat və xəbərləri ötürməsi üçün istifadə etdiyi texnologiya və vasitələrin ümumi adıdır. Rabitə vasitəsilə insanlar uzaq məsafələrdə belə əlaqə qura və məlumat mübadiləsi apara bilirlər. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmməd Rəhimov rabitə sahəsinin keçdiyi inkişaf mərhələlərindən danışıb. Bildirilib ki, 1926-cı ildə qəbul edilən qərar Naxçıvanda müasir rabitə sisteminin formalaşmasının təməlini qoyub. Vurğulanıb ki, son 100 ildə həyata keçirilən yeniliklər, tətbiq olunan müasir texnologiyalar və yaradılan infrastruktur dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, iqtisadi fəaliyyətin genişlənməsinə və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verib. Nazir müavinin qeyd edib ki, hazırda Naxçıvanda rabitə və rəqəmsal xidmətlərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və gələcək illərdə innovativ texnologiyaların tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi və müasir xidmətlərin əlçatanlığının artırılması istiqamətində ardıcıl tədbirlər davam etdiriləcək. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri İsmail Hacıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov rabitə sahəsinin tarixi inkişaf mərhələləri, əldə olunan nailiyyətlər, müasir texnologiyaların tətbiqi və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmədə çevikliyin artırılmasına və regionun sosial-iqtisadi inkişafının sürətlənməsinə mühüm təsir göstərir. Tədbirdə həmçinin rabitə sayəsində uzun illər fəaliyyət göstərən əməkdar rabitəçilər xatirə və təəssüratlarını bölüşüblər. Yubiley münasibəti ilə rabitə sayəsində uzun illər səmərəli fəaliyyət göstərən bir qrup əməkdaş fəxri fərman və hədiyyələrlə təltif olunub. Tədbirin bədii hissəsində canlı musiqi ifaları səsləndirilib, milli rəqslərimiz nümayiş olunub. ...1979-cu ildən Şəhbuz rayon rabitə qovuşanda telefonistika vəzifəsində işləmişəm. İşlədiyim müddətlərdə bəzi fəxri adlar qazanmışam, fəxri fərmanlar da almışam. Rabitə sahəsində uzun müddətli 40 ildir fəaliyyət göstərirəm. O dövrlər əlbəttə ki, bugünkü dövrlə xeyli müqayisə vardı, irəliləş var. Sayda olaraq Naxçıvan Muxtar Respublikası ilə Babək qəsəbəsi arasında olan əlaqəni biz sayda bir 15 RSM xətlərimiz var idi. Onlarla biz 15 adam vətəndaş telefonu qaldırıb danışdığı halda 16-cı adam gözləməli idi ki, bu 15 adam danışıb qutarsın. Ondan sonra digər vətəndaş danışa bilsin. Şükürlər olsun ki, indi müasir dövrdür, bütün texnologiyalar inkişaf edibdir, kosmos dövrüdür, kosmos əsridir. Rabitə sahəsində də böyük irəliləyişlər vardı. İndi vətəndaşlar öz evində oturub dünyanın o başı ilə, Amerika kimi böyük bir dövlətlə, əhalisilərlə əlaqə saxlaya bilirlər. Türkiyə, qonşu dost dövlət Türkiyə ilə əlaqə saxlaya bilirlər. Bu da bizim üçün şərəfdir. Mən şəxsən fəxr edirəm ki, mən rabitə sahəsində çalışıram. Mən çalışacağım ki, bundan sonra da rabitədə öz fəaliyyətimi davam etdireyim. Xosrov İbrahimov, Atabəy Səyyad, Rəşad Əkbərov, NTV Xəbər.